Bəzən düşünürük ki, müsəlmanlığı ucaldan yalnız ad zahiri ibadətlərdir, zahirdə olunan ibadətlər və ya deyək ki, sözlərdir. Amma İslam bizə nə öyrədir? İslam bizə bu yolu öyrədir ki, müsəlmanlığı ucaldan şey vardır ki, doğru imandır insan üçün, gözəl əxlaqdır, doğru sözlərdir. Müsəlmanlıq bununla ucalda bilər. Qeyri halda insan müsəlmanlıq alçalda bilir. Allah odur Quran-ı Kərimdə buyurur ki, gözəl söz həmişə kökü möhkəm edir. Budaqları göyə yüksələn gözəl bir ağac kimidir. Gözəl söz. İbrahim surəsində 24-cü ayədə Allah Taala buyurur. Ona görə də biz ayəyə baxsaq, onu bizə göstərir ki, gözəl söz La ilahə illallah, yəni tövhid sözüdür. Kökü möhkəm. Bu iman belə deyək də qəlbdə sabit edir. Budaqları göyə, insanın əməlləri Allaha yüksəlir. Yəni bir müsəlman dediyi söz sadəcə dillə deyil, qəlb ilədir, əməl ilədir. Bu iki cəmləşir, bu iki qəlb və əməl ilə birlikdə ucala bilir. Ona görə də bugün biz psixologiyaya və sosial elmlərdə də sübut edir, bunun sübut etdiyini görə bilirik. Biz elmi və məntiqi sübutda biz araşdırsaq. İnsan cəmiyyətində ən güclü təsir vasitəsi sözdür insan. Bir insanın kimliyi onun danışığı ilə tanınır. Yəni əxlaqlı və düzgün danışan insan həmişə cəmiyyətdə hörmət qazana bilir. Qeyri halda bunun sözdür. Ona görə də İslam bunu həmişə 1400 il əvvəl bizə bunu deyib. Hədislərdə biz baxsaq ki, bəli, İslam peyğəmbəri buyurub, kim Allaha, axirət gününə iman gətirirsə, ya deyək ki, xeyir sözü danışsın, xeyir sözünü danışa bilsin, edə bilsin, danışsın. Danışa bilmirsə də susa bilsin, sussun. Ona görə də söz ya insanı ucalda bilir, ya da alçalda bilir. Bu hədis bizə bunu öyrədir. Yəni, boş mənasız danışıq, iman zəifliyindən xəbər verir bizə. Yəni, bir insanın savadsızlığından, özünü savadlı göstərməyindən insanın zahirini göstərir. Müsəlmanlığı ucaldan neçə bir amillər vardır ki, neçə bir amillər. Əsas amillərə biz baxsaq ki, mərufdur ki, məşhurdur, haqq sözdür. Yəni, haqqı danışmaq İslamın təməlidir insan üçün. O da Allah Taala buyurur, ey iman gətirənlər, Allahdan qorxun, doğru söz danışın. Əhzab surəsinin 70-ci ayəsində. Yəni, doğru söz insanın əməllərini düzəldə bilir, günahlarını bağışlada bilir. Ona görə də gözəl söz, əxlaqlı biz danışığa baxsaq, insanlara gözəl söz deyin ki, Bəqərə surəsində Allah Taala'nın buyurduğu ayə biz baxsaq ki, 83-cü ayədə, yəni kobud danışıq İslamı zəif göstərə bilir. Gözəl söz isə bəli, dini sevdirir bilir insana. Və onlardan üçüncüsü budur ki, yəni müsəlmanlığı ucalda bilən əsas amillərdən vardır ki, üçüncüsü budur, zikir və Allahı xatırlanan sözlər. Yəni, bilin ki, qəlblər yalnız Allahı zikir etməklə rahatlıq tapa bilir. Rəd surəsinin 28-ci ayəsində Allah Taala buyurur, yəni zikr edən insan daxildən həmişə sakit olur. Zikr edən insan günahdan uzaqlaşa bilir, mənəvi güc qazana bilir zikr edən insan. Biz bunu tarixi nümunələrdə də biz belə görmüşük ki, baxsaq Əmir-əl-Möminin Əli ibn Əbi Talib əleyhissalam buyurur, insanın qiyməti onun danışığı ilə ölçülür. İnsan var ki, sözləri ilə ürəkləri dirildə bilir,
İnsan da var ki, sözlər ilə qəlbləri öldürə bilir. Müasir dövrdə də, bəli, bu gün sosial şəbəkələrdə biz baxsaq, medialarda yalanlar, təhqirlər, qeybətlər çoxaldığını müşahidə edirik, şahid oluruq. İnsanlar düşünmədən görsən ki, yazırlar. Düşünmədən, fikirləşmədən danışırlar. Amma müsəlman yazdığına da cavabdehdir, bunu unutmasın. Dediyi sözün hesabını da verəcəyini unutmasın. Ona görə də cavab verəcək öz yazdıqlarına. Hesab kitabı olunacaq bunun dedikləri sözləri üçün. Müsəlmanlıq yalnız namaz ilə deyil, oruc ilə deyil. Müsəlmanlıq dinin təmizliyi, sözün doğruluğu və qəlbin saflığı ilədir. Əgər bir insan yalan danışırsa, qəlb qırırsa, təhqir edirsə, o zahirdə müsəlman olsa da belə İslamı uzatmır. Bir an düşün. Əgər İslam Peyğəmbəri bugün bizim danışığımızı eşitsəydi, görəsən razı olardımı? Əgər bu halda, bu niyyətdə, bu fikirdə bir insan olarsa, əgər görəsən sənin danışıqlı İslam Peyğəmbəri eşitsəydi, razı olardımı? Yoxsa üzünü çevirərdi? Bu sual hər birimizi həqiqətən dərindən insan fikirləşsə ki, yəni bizim hər birimizi silkələməlidir.